Gələk əsas bayaqdan danışdıqlarımız bir yana, əsas bizim mövzumuz olan, yəni bootcampimizin də məqsədi C# proqramlaşdırma dilini öyrətməkdir. Bəs bu C# proqramlaşdırma dili nədir, nə üçün istifadə olunur? Ümumiyyətlə, Azərbaycandakı sektorda C# hansı şirkətlərdə işlədilir, harda tələbat var? Bunlardan söhbət eləyəcəyik. C# özü 2001-ci ildə Microsoft tərəfindən işlənib hazırlanmış, müasir, obyekt yönümlü və tipli, data type'lı bir proqramlaşdırma dilidir. Bəzi mənbələrdə bu 2000-ci illər göstərilir. 2000-ci illərin göstərilmə məqsədi Microsoft öz şirkət daxili yaratmışdı öncə bu proqramı və 2000-ci ildə öz şirkəti daxilində bu proqramı işlətdi və ondan sonra production'a 2001-ci ildə verdi. Onun üçün deyirik ki, əsasən 2001-ci ildə hazırlanmış bir proqramdır. Və C# obyekt yönümlüdür. Biz indi OOP keçəcəyik və deyirik ki, obyekt yönümlü proqramlaşdırma və multiparadigmaya aiddir. Mən hansı ki, sizə paradigmaları evə araşdırmaya verəcəm. Təxmini bir 9 dənə paradigma var ki, bunu sizə araşdırma mövzusu kimi verəcəm ki, həm araşdırma qabiliyyətiniz artsın, həm də ki, əlavə bir məlumat öyrənmiş olasınız. Yəni, bunlar biraz sözlü şeylərdir deyə, mən bunlar durub bir-bir izahat eləmək istəyib, vaxtımızı almaq istəmirəm. Yəni, onun əvəzinə hər hansısa bir önəmli araya dərs salıb keçməyi daha tərcih edirəm. Və dediyim kimi bayaq, C# proqramlaşdırma dili bir əlifbadır. O .NET Framework üzərində işləyir. Müasir, dediyim obyekt yönümlü yenə Type-Safety proqramlaşdırmadır və cross platformanı dəstəkləyən bir dildir və digərləri ilə daha sürətli işləyir. Bəs cross platforma dedikdə biz nə anlayırıq? Baxın, biz C# ilə game yaza bilirik, mobile yaza bilirik, desktop yaza bilirik, web yaza bilirik və bunların hamısını dəstəkləyirsə və bu cross platformadır. Və biz C# Windows, Linux əməliyyat sistemlərində işlədə bilirik və macOS əməliyyat sistemində işlədə bilirik. Və cross platform olduğu buradan gəlir. Və .NET Framework. .NET Framework və ya .NET Core deyirlər buna. .NET müxtəlif tətbiqləri var. Hər bir tətbiq də .NET kodunu müxtəlif yerlərdə dediyim kimi Linux, macOS, Windows, iOS, Android və bir başqa, yəni dediyim kimi əməliyyat sistemlərində icra etməyə imkan verir. .NET Framework-inin .NET orijinal tətbiqidir. Yəni, Framework-ın orijinalı .NET-dir. .NET Cross isə ona gələn o cross özəlliyindəndir ki, hansı ki, bu artıq bunun digər əməliyyat sistemlərində işlənməyini və dediyim kimi bir neçə dənə proqram yazmağa dəstəklədi. Və Windows-la işləyən web saytları, xidmətləri, masaüstüdür dediyim kimi və daha çoxunu dəstəkləyir. .NET Core isə Linux və Mac-da həmçinin konsol proqramları işlətmək üçün sərbəst platforma, dediyim kimi cross platformadır və .NET Core kitaba açıqdır. Açıq open source koddur, yəni. Belə, bəs biz C# ilə nələr eləyə bilərik? Hansı əməliyyatları icra eləyə bilərik? Və dediyim kimi, C# ilə biz game yaza bilərik. Orada Unity olmalıdır. Onun vasitəsilə biz oyunlar qururuq. Cloud sistemlər qura bilirik. Web layihələr yaza bilirik ki, məsələn, göstərdiyim bu web platformadır, web layihəsidir. Web layihələr yaza bilirik. IoT sistemlər qura bilirik. Desktop əməliyyatlar yaza bilirik. Mobile yaza bilirik. ERP, CRM sistemləri yaza bilirik ki, bu dəqiqə bazarın ən öndə gedən və alqoritmik cəhətdən qurulması çətin olan ödəmə sistemləridir. ERP-dir, CRM sistemləri çətin məsələlərdən biridir. Çünki sırf bu sahə üzrə işləmişəm və bilirsiniz necə, burada bir şirkətin həyatını, gələcəyini, hər qəpiyini həll eləyəcək məsələlərdir ki, burada itkilər olmamalıdır və sənin kodun doğru şəkildə yazılmalıdır. Və AI sistemlərinin inkişafında biz artıq C# proqramlaşdırma dilindən geniş şəkildə istifadə eləyirik. Və siz bir dənə dil öyrənmək vasitəsilə bunu digər dediyim kimi Xamarin var, Unity var, adi desktop üçün WinForm var, WPF var və bunların üzərində işləməklə siz həmçinin dediyim kimi oyun, desktop, AI, mobile bunların hamısını yarada biləcəksiniz. Sadəcə sizə birinə düşür əlifbanı öyrənmək. Bu əlifba bizdə nədir? C#'dır.
Bəs mənə ən çox tələbələrin verdiyi suallardan biri də budur və tez-tez rastlaşdığım bir sualdır. Azərbaycanda biz C# öyrənsək, .NET-i harda istifadə edəcəyik? Hansı şirkətlər, özəl və ya dövlət sektorları fərq eləmir. Bundan hansı şirkətlər istifadə edirdi söhbət? Microsoft Akademiya, hansı ki bizim əməkdaşlığımız var, əsasən C# .NET yönümlüdür. Dost agentliyi hal-hazırda aktiv vakansiyası var. Avrora'dır, Xalqbank, Xalq Sığorta, Veysəloğlu kimi şirkətlərdir, bankdır. Azərbaycan Gimnastik Federasiyasıdır, Ziraət Bankda hal-hazırda middle senior backend developerlər axtarırlar. Kontakt.com-dur, C# yönümlüdür, Emanatdır, Paşa Sığortadır, Access Bankdır, Turan Bankdır. Hər biri C# proqramlaşdırma dilindən istifadə eləyir. BMS, Ferium Kapitaldır, Azərbaycanda yəni ora girməsi çətin olan bir şirkətlərdən biri də Kibritdir ki, IT şirkətidir və oranın intervyu səviyyəsi də yüksək səviyyəli intervyu səviyyəsində olur və əsasən ingiliscə götürülür intervyular və ora daxil olmaq həqiqətən üst leveldə olmalısan ki, ora daxil ola biləsən. Yapı Kredidir, Atel Tech'dir, Paşa Life'dır, Tayka Tech'dir ki, tanıdığım bir developer, həm developerdir, həm müəllimdir. Onun şirkətidir, MKT-dir, Metak MMC-dir, Zəfəran Hospitaldır. Bunların hər birində də biz C#dan istifadə edirik. Cybernet-dir, Azeren Telekom'dur, eyni qaydada Azeren Telekom'a da daxil olmaq. Sinem-dir, yenə IT şirkəti, Neosoft-dur, IT şirkətidir. Elektron hökumət portalıdır, Azersudur, Smart Solution-dur, dövlət vergi xidmətində, asan xidmətdə. Bunların hər birində dediyim kimi C# proqramlaşdırma dilindən geniş şəkildə istifadə olunur. Hələ son zamanlar dediyim bayaqki Rabitə Bank idi, əvvəllər Java idi, artıq C#dır və C#çıya middle-a verdiyi maaş 3500-4000 manat maaş verir, yaxşı C#, hələ middle səviyyəsinə. Məsələn, Dost agentliyində mütəxəssis kimi 1700 maaş verir. Artıq 2K-dan yuxarı 2-5, 3 arası mütəxəssisə verir və artıq üst səviyyəsi senior, yəni böyük mütəxəssisdir. Onlarda bəzi yerlərdə junior, middle senior gedir və team lead gedir. Sonra bəzi yerlərdə isə mütəxəssis, kiçik mütəxəssis, böyük mütəxəssis, aparativ mütəxəssis bu şəkildə gedir və hər şirkət yəni müxtəlif cür dəyişir və hər şirkətin həmin o belə deyim vakansiyalara qoyduğu şərtlər və vaciblər var ki, o qədər maaş ayırır. Əvvəllər məsələn şirkətlər necə idi? İndi elə maaş məsələsinə gələcəm. Əvvəllər şirkətlərdə belə idi ki, şirkətlər maaşı özləri deyirdilər ki, məsələn 900 maaş veririk. Artıq şirkətlər birinci sizə intervyuya gedəndə sizdən gözləntilərini soruşurlar ki, məsələn sizin bizdən maaş gözləntiniz nə qədərdir? O zaman biz də bazarın tələblərinə uyğun məsələn ətrafımızdan araşdırıb o qiyməti deyirik ki, məsələn junior başlayırsansa, yaxşı olar ki, məsələn kiçiksənsə 900-dən deməyin sənin avantajındır ki, ən azı girirsən 3 aydan sonra sənin performansına görə qaldırırlar maaşını. Və artıq bizdə də bu sınaq müddətləri var ki, işçini götürürlər, 3 ay müddətində sınaq müddəti keçirirlər və ondan sonra təsdiqlənərsə, artıq onu belə deyim, növbəti tura deyim keçirdirlər və sən onlarla davam edirsən və bu müddət ərzində də hər dəfə sənin imtahanların olur ki, vəzifə artımı imtahanları gedir bunlar. Əgər siz düşünürsünüz ki, artıq mən kiçik mütəxəssis deyil də middle-am, o zaman imtahan verərək middle səviyyəyə keçmiş olursunuz və ondan da pillə-pillə və bunun üçün də hər dəfə özünün ayrı-ayrı texnologiyaları var və hər bir texnologiyalarını öyrənməyə məcbursunuz. Yəni, əgər bu sahədəsinizsə, öyrənməyə məhkumsuz bir növ. Dediyim kimi, düşünməyin ki, bir dəfə ilə bu kursdan mən yetinəcəm. Xeyr, araşdırma və daimi öyrənmə. Gələk məşhur maaş söhbətinə. Hamının IT sahəsindən gözlədiyi, IT-də qəşəng pul var. Gedim IT öyrənim. Və bunun çətinliklərini bəzən göz ardı eləyirlər. Sadəcə maaşına fokuslanırlar. Məsələn, Sokarda kimsə Sokarda işləyir, amma bəlkə orada ən ağır işi görür. Amma adam Sokarda işləyir.
maaşı yüksəkdir, amma onun gördüyü işdən xəbərsizdirlər. Həmçinin IT-lərin, IT-nin ümumiyyətlə bütün sahəsi olsun, data olsun, kiber olsun, developerlik olsun, adi sadə bir helpdeski belə müəyyən yerdə çətindir. Çünki bütün sistemlər sənin əlinin altındadır, bütün sistemlərə cavab deyirsən, orada çıxa biləcək bir səhv belə şirkətə milyonlar itirə bilər. Yəni bu kimi halları göz önündə almaq lazımdır. Və Azərbaycan üçün əsasən bu 1500-3000 manat ortalamadır bu. Yəni düşünməyin ki, hamıya dediyim kimi middle-a 3500 təklif eləyiblər, 3500-4000. İndi bunun senioru görün nə qədər verir, amma ortalama ümumi bazarda minimum və maksimum dəyərləndirməyə baxanda 1500 və 3000 arasında maaş almaq olur. Beynəlxalq bazarda isə, yəni Amerika, Avropada isə bu $4000 $10.000 arasında dəyişə bilir. Məsələn, tələbəmiz var idi, bizim tək Azərbaycandan deyil, Polşadan, Almaniyadan belə, Ukraynadan belə tələbələrimiz olub. Və bizimlə təlimin, belə deyim, müəyyən bir müddətindən sonra işə daxil olublar və işləyiblər, hansı ki, həm Polşada, həm Almaniyada. Ukrayna kimi ki, IT-nin məkanı olan, mənə görə Ukrayna IT üçün ən ideal yerlərdən biridir. Yəni IT orada çox, yəni developerlik çox inkişaf eləyir və bəzi Azərbaycan şirkətlərdə müəyyən layihələr var ki, Ukraynadan alırlar. Amma artıq çox şirkət əslində doğru deyil, hər hansısa başqa bir ölkədən. Çünki sənin məlumatların onların cloudlarında saxlanılır, onların sistemlərində saxlanılır. Sabah bir mənfi halda, bir belə deyim, o dövlətlə aran pozuluşdu, bu kimi hallarda sənin sistemlərinə ziyan verə bilər. Amma yenə də davam edirik, çünki bizdə yaxşı developerlər artıq çoxu Azərbaycanda deyil. Burada özlərinin təklifçilər var ki, qalıblar və onlar da artıq, yəni eşitdiyim nə qədər adam var, müəyyən müddət işləyir, deyir artıq freelance və ya remote işləmək istəyirəm, artıq belə işləmək istəmirəm, yorulmuşam artıq. Bu da iş yükündən əlaqəlidir ki, şirkətlərdə olan iş yükü əmək haqqı ilə bağlı olur. Bir də ki, başında bir müdür olmur. Freelance və ya remote işləməyin ən gözəl üstünlüyü başında müdürün olmamağıdır. 9-6 iş sisteminə möhtac olmamağındır. Əgər hansı ki, sən komfort zonalı, məsələn, istirahətə gedirsən, freelance və ya remote işləyirsənsə, sənin belə deyim, gəlib orada da rahat şəkildə işləmək kimi bir özəlliyin var. Gəlib oradan hər hansısa bir məzuniyyət götürməyə ehtiyac olmur. Kiməsə ağız açmağa ehtiyac olmur və ya məzuniyyəti bir götür işlə və sənə məzuniyyət pulunu o qədər gözəl şəkildə verirlər ki. Və dediyim kimi Avropa ölkələrindəki hal-hazırda fərdi hazırlaşdığım tələbə Almaniyadadır və deyir ki, o qədər gözəl şərtlər qoyublar ki, çox o qədər əlverişli şərtlər var ki, hal-hazırda, yəni burada işə başlamaqdan ötürü, yəni deyir ki, mümkün qədər tez öyrənib başlamaq istəyirəm də. Bizdə biraz da hələ ki, necə deyim, tanışlıq zat söhbətləri keçir deyə müəyyən yerlərdə. Ona görə biraz belədir və hər kəs istəyir ki, rahat insanlarla işləsin və hər kəs öz adamın yönləndirir və bu sahədə çalışın, ətrafınızda çox developer birləşdirin. Və ondan əlavə sizə deyə bilərəm ki, baxın, məsələn olur, mənim ən çox sevdiyim müəllimlərdən biridir ki, Tural müəllim var, Tural Süleymani. Onun çox müəyyən bir müddətdən sonra inşallah ki, o qiymətlərə 20 manata, 15 manata, hansı ki, bu bizim bir yemək pulumuzdur çöldə. Seminarları olur, düzdür, orada daha advans səviyyələr üçün olur. Amma bir dəfə də olsa ora gedin, elə belə baxın. Sadəcə maraq üçün ki, o developer mühitini yaşaya biləsiniz deyə, oradakı o atmosferi görə biləsiniz deyə, oradakı onların dili ilə danışa biləsiniz deyə. Oradan gələn bir tanış belə sizə nələri qazandırır. Yəni, məsələn, deyirsiniz ki, məsələn, Android olan tanışım var. Məsələn, o belə sizə gələcəkdə harasa, yəni özünüzü yaxşı inkişaf etdirsə, sizə hər hansısa bir qapını aça biləcək səviyyədədir. Yəni, çalışın ətrafınızı, əgər bu sahədə sizə genişləndirin. Artıq
müəyyən, məsələn, bir həftədən, 2 həftədən sonra mən mentorumuza deyəcəm ki, mentorumuz Təbriz bəydir bu arada. Mən Təbriz bəyə deyəcəm ki, hər birimizin LinkedIn hesablarını açdırsın artıq. Əgər varsa da, lap yaxşı, yoxdursa da açdırsın və onları təkmilləşdirsin daha qəşəng səviyyədə. Ayrı vaxt ayırsın hər birinə, hər birinin bütün incəliklərinə qədər, yəni işləsin. Sizə nəyi necə paylaşmaq lazım olduğunu, bunlar kimi məlumatları versin ki, ən azından indidən connectionlarınızı artdırın. Məsələn, IT sahəsində olanlara fərq eləmir IT-nin qollarından və Azərbaycanda olan şirkətlərədir, ondan sonra xarici olan, artıq bir müddətdən sonra xaricilər özləri sizə connection atacaqlar. Heç sizin atmağınıza ehtiyac qalmayacaq. Bundan başqa, dediyim kimi, HR-lar və IT-çilərlə çalışın, connectionlarınızı çoxaldın. Nə qədər çox bağlantınız olsa, sabah vakansiyalarını daha görmək şansınız daha çox olacaq sizin. Məsələn, bootcampimizin sonunda sizi bizim vakansiya qrupumuz var, ora yönləndiriləcəksiniz və artıq orada hər dəfə yeni olan vakansiyaları göndərəcəyik və sizdən CV-lərinizi tələb eləyəcəyik ki, həm siz CV atacaqsınız, həm biz özümüz yönləndirəcəyik o CV-ləri. Yəni sizin CV atmağınızla yetərli olmayacaq. Çünki bəzən biz göndərməmişdən öncə tələbələrə də deyirik ki, sən də filan yerə göndər CV-ni. Biz onsuz da, yəni özümüz göndərəcəyik, amma hər ehtimala siz özünüz də göndərin də ki, yəni bir insanın CV-si 2 dəfə çıxsın. Məsələn, indi artıq CV-ləri sistemlə yoxlayırlar, proqram vasitəsilə yoxlayırlar. Əvvəlki kimi HR bir-bir baxmır və hər dəfə məcbur oluruq ki, müəyyən yerdə CV-lərimizi dəyişməyə, hər vakansiyaya görə CV-lərimizi dəyişməyə. Biz sizə məsələn şablon deyəcəm bir dənə CV saytı, girəcəksiniz, qeydiyyatdan keçəcəksiniz. Hər vakansiyaya uyğun, amma eyni şirkətin daha vakansiyalarına deyil. Yəni məsələn mən bu gün ABB-yə CV-ni atmışamsa, gələn dəfə də o CV-ni atmalıyam. Amma əlavə nəyilərsə skilllərimi əlavə eləməliyəm, öz bacarıqlarımı əlavə eləməliyəm. Məsələn, gedib baxacam ki, dost agentliyində məndən bu tələblər edir. Gedəcəm, skilllərimi dəyişəcəm, orada elə göndərəcəm. Çünki niyə? Proqramdan keçdiyinə görə artıq ATS proqramı var, ondan keçir deyə avtomatik baxır, nəyisə uyğunluğuna görə CV-ləri öz-özündən əliyir. Məsələn, ATB bankdan o dəqiqə sənə qəbul cavabı gəlir, CV-niz qeydə alındı, bir də o dəqiqə rədd cavabı gəlir. Heç bir dəqiqə içində bu CV necə oldu ki, dəyərləndirildi və bir dəqiqə sonra və gecə saat istənilən vaxtda, gecə saat 1-də sənin CV-ni heç bir HR oturub yoxlayan deyil. Yəni, çünki bunun da bir iş saatı var da. Yəni, bu kimi hallara görə bu CV məsələlərinə də toxunacağıq biz. Gələk, ən önəmlilərdən biri də uğurlu proqramçı olmaq üçün nə etməliyəm? Yəni, sadəcə 4 saat çalışmağım bəs eləyəcəkmi? Sadəcə bu kurs bəs eləyəcəkmi? Sadəcə hər hansısa bir təlim mənə bəs eləyəcəkmi? Xeyr. Birinci, daimi öyrənmə və inkişaf etmə. Yəni, daima araşdırmalısınız. Bir mövzu çıxdı qarşınıza, araşdırın. Daha geniş araşdırın, bacardığınız qədər mənbələrə baxın, dokumentasiyalara baxın. İngilis dili biliyiniz zəif ola bilər. Translate deyilir, bir şey var. Götürürsünüz Azərbaycanca yazırsınız. Çünki Azərbaycanca axtaranda istənilən data çıxmır qarşınıza. Yəni, girirsiniz translate-də rahat şəkildə. Nə deyim? Məsələn, C# durma dili. Yazdınız, ingilis dili bacarığınız sıfırdır, yəni heç nə search eləyə bilmirsiniz və bunu yazsınız Azərbaycan dilində az mənbə var. Girdiniz, copy-paste elədiniz, yazdınız, copy-paste eləyirsiniz, başlayırsınız açmağa, istənilən bilin. Yenə də ingiliscə oxumaq səviyyəniz alınmırsa, translate to Azərbaycan eləyirsiniz, oxuyursunuz. Amma məsləhətim odur ki, öncə ingiliscə oxuyub, sonra Azərbaycanca çevirib və anlamağa çalışın. Çünki ingiliscə bəzi terminlər var ki, onlar çevriləndə mənaları çox bərbad çıxır. Bəli, hərfi tərcümə edir və çox pis çıxır da. Yəni, çalışın bunlara da riayət edin. Yəni, məsələn, elə olur ki, tələbə gedir, araşdırır, elə bir primitiv bir söz yadda saxlayır ki, dəxlisiz bir sözdür. Məsələn, ağlıma gəlmir də. Hansı termin deyim ki, tərcüməsi... Məsələn, metodun əlavə yüklənməsidir. Metod overloading prosesi var. Metodun əlavə yüklənməsi hərfi tərcümə olunur bu. Bunu biraz metodun əlavə yüklənməsi kimi deyəndə çox
basit çıxır da, yəni. Ona görə deyirik ki, metod overloading, yəni bunu. Məsələn, yəni tip deyəndə tipi başa düşür. Məsələn, bayaq mənim belə var idi slaytda bir dənə cümlə. Onu belə çevirəndə nə qədər mənasız çevirir. Ona görə deyirəm, öncə ingiliscə başa düşdüyünüz qədər başa düşün. Olmasa çevirin Azərbaycan dilinə, belə bu formada istifadə edin. Yadınızda qalmırsa çalışın bu məlumatlandırıcı şeyləri qeyd edin dəftərə. Çünki gələcəyində məsələn intervyuya gedəndə mənim məsələn özümün bir dəftəri var. Hansı ki, indiyə qədər intervyularda düşən sualları gəlib o dəftərə yazmışam və ya işə girənə qədər o dəftərdən istifadə etmişəm. Öyrəndiklərimi qeyd etmişəm o dəftərə və bu gün intervyuya gedəndə, çünki biz kod yazırıq ancaq deyə, müəyyən texniki şeylər yaddan çıxa bilər. Söz cümlələr yaddan çıxa bilər. Çünki biz onu sadəcə sabahçıya başa da sala bilərik, başa düşə bildiyimiz dildə. Amma hər ehtimalda, məsələn, əgər testdə səndən tam cavab tələb olunursa, açıb bir dəfə baxmaqdan öyrənmiş olacaqsınız. Biri var ki, araşdırıb 50 dənə mövzunu internetdən oxumaqla nəsə öyrənəsiniz. Bu sizə heç nə qazandırmayacaq. Çünki vaxt itkisidir. Axı intervyuya getməlisiniz 2-3 günə gəlmə. Bir də var ki, 1 saatın içində o dəftəri vərəqlədiniz, sizə lazım olan hər şeyi bizə göz gəzdirdiniz və rahat şəkildə getdiniz intervyudan keçdiniz. Yəni bu kimi şeylərə diqqət edin. Ona görə deyirəm ki, daima öyrənmə və inkişaf. Yəni bu dayanmamalıdır. Məsələn, artıq C-Sharp-ın məsələn advanced var, Dapper var, RabbitMQ var. Bundan başqa mikroservis var. Düzdür, bunlar heç biri juniordan tələb olunmur. Elasticsearch var, Kubernetes var, Docker var. Bunlar öncə daha advanced səviyyələrdir. Identity var. Mən məsələn identity-ni keçirəm. Normalda məsələn onu bəzi yerlər kurs şəklində satır da, yəni identity demir. Identity-dir. Məsələn, çox şey var da ki, bunlar artıq advanced mövzulardır. Siz bu advanced mövzuları artıq rahat şəkildə müəyyən vaxtdan sonra özünüz araşdırıb öyrənə biləcəksiniz. Artıq orada hər hansısa bir müəllimə və ya kursa ehtiyac olmayacaq. Və ya gələcəkdə bəlkə mentor götürərsiniz, sadəcə sizə bəzi şeylərdə, o da bilirsiniz necə, senior mentor ki, sizə senior olmağı öyrətsin, middle olmağı öyrətsin. Məsələn, junior üçün bu gün kifayətlənə biləcəksiniz, amma məsələn, senior olanda sizə daha senior səviyyədə düşünməyi öyrədən mentorlara bəlkə o zaman ehtiyacınız ola bilər. İkinci məsələ problemi həll etmə bacarığı və inkişaf etdirmə. Yəni, sizin qarşınıza bir problem qoyulubsa, birinci onu özünüz həll etməyə çalışın. Alqoritmik cəhətdəndir bu, yəni. Bunu hər hansısa bir araşdırma vasitələri ilə yox, hər hansısa bir AI vasitəsi ilə deyil də, birbaşa özünüz işləyin üzərində, özünüz çalışın ki, mən bu problemi daha qısa necə həll edə bilərəm. Uzun eləyin, sonra getdikcə onu təkmilləşdirin. Çünki birinci yazanda bizim hamımızın kodu səliqəsiz kod olur və getdikcə müəyyən hissələri qısalda elə keçən kodlar yazırıq, ortalığa çıxardırıq ki, mükəmməl kod olur. Məsələn, biri var ki, basit nümunə deyim, 2 ədədin toplanmasını daha sadə nümunə ilə götürəsən ki, bir sətir kod dediyimiz ki, performansa nə qədər təsir edir. Biri var ki, o bir sətir kodla yazasan, biri var ki, 10 sətir kodla yazasan. Və get-gedə öncə 10 sətir yazacaqsınız, sonda o bir sətirə çevirəcək. Birdən-birə bir sətirdən kod yaza bilməzsiniz siz. Çünki yəni, birdən-birə yazacağınız o bir sətir kod belə yanlış işləyə bilər. Çünki bu, dediyim kimi, basic nümunələr də sadə görünə bilər, amma daha çətin nümunələrdə bu biraz çətinlik törədir. Ən önəmli effektli komanda işi və əməkdaşlıqdır. Getdiyiniz yerdə komanda ilə işləməyi bacarmalısınız. Həqiqətən. Frontçu olsun, project manager olsun. Məsələn, nə frontçular, nə backendçilər çox vaxt project manageri sevmir. Çünki project manager developerin işin bəzən necə başa düşür? Verir tapşırığı. Deyir ki, məsələn, get bir basket əməliyyatı yaz. Və deyir ki, get mənə qiyməti 100-dən aşağı olan, rəngi qırmızı olan, markası nə bilim Almaniya istehsalı olan, Azərbaycanda gəlib təsdiq olunmuş belə elə bir kod yaz ki, bunları ümumiləşdirir, o məhsulları mənə gətirsin. Bu bunu deyir, elə bilir ki, okeydən çox sadədir. Getdi oradan filtr elədi, gətirəcək. Elə deyil.
Axı onu yazan müəyyən kod yazır, müəyyən bir vaxt itirir, düşünür ki, mən bunu daha effektiv necə yaza bilərəm. Ona görə bəzən projekt menecerlərinə bu developerlərin işi üst-üstə düşmür, team leadlər bəzən onlarla atışırlar. Amma komanda yoldaşlarımızla mütləq yəni daima kommunikasiyada olmalısınız, daima yəni işləməlisiniz ki, sizin uğurlu iş nəticəyə çıxsın. Və bir də hər zaman sizdən əgər şirkətdə üst səviyyədə varsa, heç zaman onlardan nəsə öyrənməyə utanmayın. Daima öyrənin. Çünki onun sənə qatacağı çox şey var. Yəni, halbuki ki, özünə mentor tutacaqsan, sabah müəyyən bir məbləğ ayıracaqsan ona. Hazır var da, istifadə edə biləcəyin qədər istifadə elə. Öyrənə biləcəyin qədər öyrən. Yəni, sən onu nə üçün istifadə eləmirsən ki, öyrənmək məqsədi ilə və onu da ona, yəni, elə insanlar var ki, çox sevə-sevə dəstək olurlar. Elələri var ki, heç, yəni dediyim kimi komanda işi sıfır olanda heç şirkətdə belə yəni rahat işləyə bilmirsən. Yəni ancaq sən girib free və ya remote işləyəsən. Texnologiya və trendlərə diqqət. Daima texnologiyaları izləməlisiniz. Daima yeni nəsə çıxanda öyrənməlisiniz. Yəni məsələn C# davamı kimi yeni nəsə çıxdısa onu öyrənməlisiniz. Əgər məsələn şirkət bu gün bir başqa arxitektura ilə yazırsa, siz arxitekturanı öyrənməlisiniz. Çünki sənin bu işindir və dediyim kimi o artıq sizə çətin olmayacaq. Çünki işləyirsiniz, bu işin içindəsiniz, bunun bütün hər şeyini görmürsünüz və rahat şəkildə yaza biləcəksiniz. Kommunikasiya və təqdim etmə bacarığı. Bu da nədir? Öz yazdığın əpi satmağı bacarmalısan. Məsələn, biz layihə verəndə mən hər zaman layihəni deyirəm ki, dokumentasiyasını özünüz yazacaqsınız. Öncə dokumentasiya yazın ki, mən bu layihədə nə işlər görürüm. Məsələn, bir dənə dokumentasiya göndəririk tələbələrə və ya izah edirik nə formada yazıldığını. Tələbə ona uyğun başlayır özünə dokumentasiya yazmağa, ondan sonra başlayır layihəni işləməyə. Məsələn, layihə seçildi, bir həftə müddətinə deyirik ki, tələbəyə vaxt qoyuruq ki, məsələn, artıq başda layihəni seçməyə. Layihəni seçdi, layihədən okey verdiysə biz, tələbə başlayır o bir həftə müddətində biz ona vaxt veririk, başlayır onun dokumentasiyasını yazmağa ki, mən hansı əməliyyatları icra edəcəm. Project menecerin yazacağı dokumentasiyanı özü üçün yazır və bu bir növ sabah iş yerinə də gedəndə project menecerin nə yazdığını artıq oxuma qabiliyyətin ona aşılamış olur ki, öyrədir ki, bu şeylər tələb edir. Bu dokumentasiyanı özü üçün çıxarır, dokumentasiya da okeylənir, tələbə başlayır artıq layihəsini yazmağa. Və yazdığınız işi bu boyda yazırsınızsa, çalışın bu boyda satmağı bacarın. Özünüzü heç zaman mən heç nə bilmirəm və ya mən daha aşağı səviyyəyəm deyib şey eləməyin. Mən bunu bacarmaram deyən yox. Məsələn, elə tələbəmiz olub ki, o qədər gözəl layihə işləmişdi ki, amma təqdim etmə bacarığı sıfır idi. Layihəni təqdim edə bilmirdi. Yəni, o qədər dərinləməsinə, indi bu, çünki siz də sonda layihələrinizi təqdim edəcəksiniz və layihəni təqdim edəndə həm developerlər olacaq buradan, həm rəhbərlik olacaq, həm də başqa şirkətlərin rəhbərlikləri ola bilər. Yəni, o zaman siz o qədər yaxşı təqdim eləmək. Elə bilin ki, PowerPoint-da bir universitet üçün təqdimat hazırlamışsınız. O dərəcədə qəşəng təqdim etməlisiniz o layihəni ki, sabah sata biləsiniz bir növ özünüzü. Bu da təqdimat bacarıqdır ki, bunlar sizin hamısı, yəni bir proqramçı, bir uğurlu proqramçı olmaq üçün əsas önəmli şərtlərdən biridir. 4 saat ən azı gündə dediyim kimi işləmək ən azı. Çünki atın müəyyən işlərinizi. Yay gəlir, başa düşürəm, həqiqətən çətin olacaq, amma çalışın, dəyərləndirin bu vaxtı ki, sabah rahat bəhrəsini görə biləsiniz. Mən özüm belə bu sahəyə başlayanda dostlarımla keçdim, əyləncəmdən keçdim, bütün həyat fəlsəfəmi dəyişdirdim, hər şeyimi sıfıra indirdim. Mənim dostlarım, tanışlarım çöldə əylənərkən mənə zəng edib, dur gəl əylənək, dur filan yerə gedirik, filan molda oturmuşuq, filan kinoya gedirik, filan yarışmaya gedirik, gəl sən də gedək gəzək deyəndə mən oturub kod yazırdım. Və mənim vaxtım yoxdur, başqa gün görüşərik deyirdim. Və bu gün onun bəhrəsini həqiqətən yeyirəm, bu gün onun əziyyətlərimin qarşılığını alıram mən. Yəni sizə də məsləhətim budur ki, limitlərinizi biraz qısaldın ki, 8 ayın sonunda buradan nəsə əldə etmiş şəkildə çıxa biləsiniz. Üzr istəyirəm.
Alo. Eşidirəm.